Son zamanlarda bütün dünyada uşaqlarda və yeniyetmələrdə fiziki aktivliyin azalması, obezite, yəni kilo alımında bir artış qeyd olunur. Bunun səbəbi uşaqların telefon, planşet qarşısında uzun zaman keçirtmələri, video oyunlar oynamaq kimi hərəkətsiz əyləncələrlə məşğul olması və eyni zamanda yüksək fruktozalı qidalara keçiş, hazır paketli qidalardan istifadəni göstərmək olar. Bunun nəticəsi olaraq arterial hipertenziya, şəkərli diabet, koronar arter xəstəliyi riski altında olan gənc bir nüfus yetişməkdədir. Bildiyiniz kimi idman sağlam həyat tərzinin təməl bir parçasıdır. Bu, kiçik yaşlardan uşaqlara aşılandırılmalıdır. Çünki onlarda həm fiziki inkişafı üçün önəmlidir, həm də diqqət əksikliyi, obezite kimi problemlərin qarşısını alır. Amerika və Avropa Kardiologiya Cəmiyyəti gəncləri və uşaqları idmana başlamadan öncə kardiak skrininqdən keçməyə, yəni ürək müayinələrdən keçməyə məsləhət görür. Statistik məlumatlara görə ani kardiak ölüm bilinən ürək xəstəliyi olanlarda nadirən görülür. Nəinki idmanla məşğul olan və heç bir ürək xəstəliyi şübhəsi olmayan şəxslərə görə. Buna səbəb olan kardiak problemlərin başında hipertrofik kardiomiopatiya, genetik kardiomiopatiyalar, koronar arteriya xəstəlikləri, ritm pozulmaları, bunlara uzun kütle sindromu, ventrikulyar taxikardiyalar, Brugada sindromu, Marfan sindromu, aort qapaq xəstəlikləri və digər xəstəliklər olur. Biz kardioloji müayinə zamanı öncəliklə ətraflı bir fizik müayinə, ürəkdəki küylər, nəbz, qan təzyiqi, hər hansı bir sindromik əlamətləri, xüsusiyyətlərini araşdırırıq. Daha sonra dolğun bir ailə hekayəsi toplamağa çalışırıq. Yəni ailədə, qohumlarda, anidən və yaxud gənc yaşlardakı ürək problemləri varmı? Xəstəlik hekayələrində isə özəlliklə idman zamanı sinədəki ağrı, bayılma, tənginəfəslik, tükənmişlik hallarının olması, funksional müayinələrdə ilk öncə sakitlik vəziyyətində elektrokardioqramma müayinəsini aparırıq. Bu, hər hansı bir ritm pozulmasının olmasını bizə göstərir. Daha sonra efor testi dediyimiz xəstələrə stres testi eləyirik. Stres testi zamanı ağciyərin, ürəyin funksional dəyərləndirilməsi və fiziki yükə toleranslıq, yəni efor zamanı ürək döyüntüsündə hər hansı bir dəyişikliyinin olub-olmamağını aşkarlayırıq. Ekokardioqrafiya müayinəsində isə anadan gəlmə və yaxud qazanılmış bir ürək xəstəliyinin varlığını, ürəyin anatomik, funksional dəyərləndirilməsini, bunlardan başqa idmançı ürəyi dediyimiz ürək əzələsindəki qalınlaşma hallarını aydınlaşdıra bilərik. Bu hallar literaturda da deyildiyi kimi 3-6 ay sonra düzələ bilən proseslərdir. Önəmli olan bütün bunları vaxtında aşkarlayıb düzgün diaqnostikasını və müalicəsini aparmaq və fiziki aktivliyə nəzarət etməkdir. Bütün uşaqlara sağlam gələcək arzu edirəm.